sevdiyim videolardan birini çəkirik. Bir yerdə parfüm atırıq. Əslində ASMR çəkməyi düşünürdüm. Amma dedim bu dəfə danışıqlı olsun. Mən bilirsiniz ki, ətir kolleksiyam var. Və oradakı ətirlərimin yarısı parfüm story'dəndir. Ki, canlılığımdan sonra heç özümə parfüm almamışdım. Dedim fürsət bu fürsət. Özümə 2 ədəd çox qəşəng parfüm almışam. Gəlin arxa kamerayla sizə göstərim nələrdir. Bu parfümü demək olar ki, TikTok'da o qədər gördüm ki, dedim alım yoxlayım. Yəni bu qədər insan bəyənirsə, bu qədər insanın bir bildiyi var yəqin ki. Bu da yeni gəlib, belə deyək, yəni yenidir və qırmızısından daha vanil, qırmızısından daha qalıcı və daha yayıcı olduğunu deyirlər. Gəlin indi bir yerdə açaq. Wow, qəşəng. Ay, tam mənim stilimdədir bu, Quran and olsun. Buna bax. Buna baxaq. Bir şey demirəm, sadəcə flakonun asilliyi şakam. Ay, həyatımda ilk dəfədir qoxusunu bilmədən ətir seçirəm və bu qədər gözəllik verir. Bunun iyi daha fresh, daha sərindir və çox qəşəngdir. Həqiqətən ürəyim bulanmadan işlədəcəyim ilk 5 ətir siyahısına girdi. Sən ilk vanilli ətir ola bilərsən ki, mən səni vurdum, iynədim, nə ürəyim bulandı, nə də ki, çox burnuma belə çox şirin gəldin. Əgər həqiqətən kast edilən vanil budursa, həqiqətən qəşəngdir. Çox bəyəndim, ikisini də çox bəyəndim. Bu arada bunun ağzını açmışam. Şəhriyar üçün ad gününə özəl Carolina Herrera'nın Bad Boy parfümünü sifariş vermişəm. Baxın, belə qalır ayaq üstə. Bunun qoxusu o qədər gözəldir. Əgər yoldaşınıza, qardaşınıza, sevgilinizə, nə bilim, atanıza hədiyyə almaq istəyirsinizsə, bunu gedin alın. Çox gözəldir. Kişi duxuları, biz sizin nəyə oxşuyur? Libre'nin Myself'inə, Dior Savaş'a çox cüzi oxşuyur. Yəni nə tünd, nə baharatlı, nə şirin, heç biri deyil. Çox fresh bir ətirdir. Bu arada məndən gedən izləyicilərə aşağıdakı səhifəni etiketləyirəm. Parfüm story'dən almışam. Kendisi arkadaşım olur. Aşağıdakı parfüm story səhifəsindən kim ətir almaq istəsəm, mən misal üçün alanda birdən almıram da, 2-dən 3-dən alıram. Nə bilim, qızlarla bilirsizlər, abişkilə bir yerdə işlədirik. Ona görə bol-bol alıram ki, çatsın. Əgər bir dənə ətir alsanız, ikinciyə 30% endirim eləyir mənim videomdan gələnlərə. Zəhmət olmasa biraz sıxlaşaq, biraz mehriban olaq. Biz bacaracağıq, mən inanıram buna. Sən get bura. Biz də biraz sıxlaşaq, biraz mehriban olaq. Evet, gelin bakalım. Bəh, 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 bəh. Mükəmməl. Şəhriyanın ətiri qaldı bir dəqiqə. Kişilərin evdə yeri həmişə onsuz dar olur. Sən qal burada. Əla. Ən sevdiyiniz ətir hansıdır? Rəylərdə yazın.